Hamıya salam. Bugünkü videoda ikinci qruplar üçün olan 20 sınaq toplusundan ikinci sınağın izahını paylaşacağım. Başlayaq sualların izahına. Birinci sual. Ədədin 1/4 hissəsi ilə 20%-nin fərqi 6-dır. Bu ədədi tapın. Ədədə x desək, 1/4 hissəsi olacaq 0,25x, 20% isə 0,2x olacaq. Bunların fərqi 6-ya bərabərdir. 0,5x bərabərdir 6-ya. X-in qiyməti olur 120. İkinci sual. İki tərəfi 9 və 18 olan bərabəryanlı üçbucağın perimetrini tapın. Burada iki mümkün hal var. Ya tərəfləri 9, 9, 18-dir, ya da 18, 18, 9 olur. Birinciyə əsasən belə bir üçbucaq qurmaq mümkün deyil. Çünki 18 digər iki tərəfin cəmindən kiçik olmalıdır. Amma burada 9 ilə 9-un cəmi 18-dir. Bu şərt ödənilmir. Deməli, bərabəryanlı üçbucağın tərəfləri 18, 18, 9 olmalıdır. Bunun da perimetrini hesablasaq, 36 + 9 cavab olur 45. Üçüncü sual. 510 ədədi 3, 5, 9 nisbətində 3 hissəyə bölünmüşdür. Böyük hissənin qiymətini tapın. Nisbətlərin cəmini yazaq. 3x + 5x + 9x bərabər olur 510-a. 17x bərabərdir 510. Hər tərəfi 17-yə bölsək, x-in qiyməti olacaq 30. Bizdən böyük hissənin qiymətini soruşur. Böyük hissə 9x idi. Deməli, 9-u vururuq 30-a. Doğru cavab olur 270. Dördüncü sual. Alfa bucağını tapın. İlk öncə bu üçbucağa baxaq. Bu bucaq həmin işarələdiyim üçbucağın xarici bucağıdır. Deməli, 52 ilə 32-nin cəminə bərabər olacaq. Bura oldu 84 dərəcə. Bu bucaq həm də bu üçbucağın xarici bucağıdır. Yəni, alfa ilə 46-nın cəminə bərabər olur. Buradan alfa bərabər olur 38 dərəcəyə. 5-ci sual. Tənasübdən x-i tapın. Bu tənasübü çarpaz vurub həll etməkdənsə 2x + 3 ifadəsini 17-yə, 3x - 2 ifadəsini isə 19-a bərabər eləyib yazaq. 2x + 3 bərabərdir 17, 2x bərabər olur 14-ə, x-in qiyməti olur 7. İkincini də yoxlayaq. 3x - 2 bərabər olur 19-a, 3x bərabərdir 21-ə, x-in qiyməti olur 7. Deməli, hər iki nisbətdə də x-in qiyməti 7-dirsə, doğru cavab olur 7. 6-cı sual. Düzbucaqlı üçbucağın katetlərindən biri hipotenuzun 60%-nə bərabər olarsa, o biri katet hipotenuzun neçə faizi olar? Şəkli təsvir elədik və katetlərdən birini hipotenuzun 60%-nə bərabər elədik. İndi digər kateti Pifaqora görə tapaq. A kvadratı üstəgəl 0,6x-in kvadratı bərabər olur x-in kvadratına. A kvadratı üstəgəl 0,36x-in kvadratı bərabər olur x-in kvadratına. A kvadratı bərabər olur 0,64x kvadratına. A-nın qiyməti olur 0,8x. Deməli, əgər A 0,8x-dirsə və hipotenuzda x-in özünə bərabərdirsə, deməli bu katet hipotenuzun 80%-ni təşkil edir. 7-ci sual. Atanın yaşının qızının yaşına olan nisbəti 5/2 kimidir. Qız atasından 24 yaş kiçik olarsa, qızın yaşını tapın. Atanın yaşı olsun 5x, qızın yaşı olsun 2x. Bunların yaşları fərqi olur 3x və bu fərq 24-ə bərabərdir. Deməli, x-in qiyməti olur 8. Qızın yaşını tapmaq tələb olunur. Qızın yaşı 2x idi. 2-ni vurur 8-ə, doğru cavab olur 16. 8-ci sual. ASB düzbucaqlı üçbucağında bucaq ASB 90 dərəcədir. SH AB-yə perpendikulyardır. SH 6, AH çıxılsın HB 5 olarsa, HB-ni tapın. HB-yə x yazsaq, AH olacaq x + 5.
düzbucaqlı üçbucağın düz bucaq təpəsindən hündürlük çəkilibsə, onda bu düsturu yazmaq olar. Hündürlüyün kvadratı bərabərdir hündürlüyün böldüyü hissələrin hasilinə. Yəni 36 bərabər olur x vurulsun x üstəgəl 5-ə. Bunu həll eləyək. X kvadratı üstəgəl 5x çıxılsın 36 bərabərdir 0. Buradan x-in qiyməti olur -9 və 4. Tərəf -9 ola bilməz. Deməli, doğru cavab olur 4. 9-cu sual. X bölü Y bölü Z 3 bölü 4 bölü 6 olarsa və bu bərabərliyi ödənərsə, X üstəgəl Y üstəgəl Z cəmini tapın. X-in yerinə 3K, Y-in yerinə 4K, Z-in yerinə isə 6K yazıb, bu bərabərliyin yerinə yazaq. 4 vurulsun 3K, çıxılsın 3 vurulsun 4K, üstəgəl 6K. 12K çıxılsın 12K. Yerdə qaldı 6K. Bunun da qiyməti 12-yə bərabər olur. Buradan da tapdıq ki, K-nın qiyməti 2 olur. İndi X, Y, Z-i ayrılıqda hesablayaq. 3K, 4K, 6K. Cəmi olur 13K. K-nın da yerinə 2 yazsaq, 13 vur 2, cəm olur 26. 10-cu sual. Parça düz xətti kəsir və onun ucları düz xəttdən 7 və 12 sm məsafədədir. Parçanın orta nöqtəsi bu düz xəttdən hansı məsafədədir? Şəkli təsvir elədik. Parçanın orta nöqtəsinin düz xəttdən olan məsafəsini tapmaq üçün bu ölçüləri çıxıb 2-yə bölmək lazımdır. Deməli, bu məsafə olur 2,5. Əgər bu parçalar düz xəttdən bir tərəfdə olsaydı, onda trapesiyanın orta xətti kimi toplayıb 2-yə böləcəkdik. Amma parça düz xətti kəsdiyinə görə çıxıb 2-yə bölmək lazımdır. 11-ci sual. 9 fəhlə bir işi 4 günə yerinə yetirir. 12 fəhlə bu işi eyni məhsuldarlıqla neçə günə görər? İş sabitdir. Deməli, fəhlələrin sayı ilə zaman tərs mütənasib olur. Yəni, 9 fəhlə 4 günə yerinə yetirirsə, 12 fəhlənin neçə günə yerinə yetirdiyini tapmaq üçün 9-u 4-ə vurub 12-yə bölmək lazımdır. Çünki tərs mütənasibdir. Əgər düz mütənasib kəmiyyətlər olsaydı, onda 12-ni 4-ə vurub 9-a bölmək lazım idi. 9 vur 4, 36, 36 bölünsün 12, doğru cavab olur 3. 12-ci sual. Bərabəryanlı üçbucağın təpə bucağı oturacağa bitişik bucaqdan 15 dərəcə böyük olarsa, təpə bucağı tapın. Şəkli təsvir elədik. Oturacağa bitişik bucaqlara x yazdım. Onda təpə bucaq olacaq x üstəgəl 15. Daha sonra bu 3 daxili bucağın cəmini tapıb 180-ə bərabər eləmək lazımdır. 3x üstəgəl 15 bərabərdir 180. 3x bərabər olur 165-ə. X-in qiyməti olur 55. Bizdən təpə bucağını soruşurdu. 55-in üstünə 15 gələndə doğru cavab olur 70. 13-cü sual. Tənasübdən x-i tapın. 5,3-də 1-i 3-də 16 şəklində yazaq. Bölünsün x bərabərdir. 0,2 dövrdə 1-i isə 90-da 21,2 19 şəklində yazaq. Bölünsün 3,8-i isə 38 bölünsün 10 şəklində yazaq. 16 bölünsün 3 bölünsün x bərabərdir. 90-da 19 vurulsun bu kəsin tərsi. 38-də 10. Bunlar ixtisar gedir. Burada 2 qalır. 10-la 90 gedir. 9 qalır. Deməli 16 bölünsün 3 bölünsün x bərabər olur 1 bölünsün 18-ə. X-i tapmaq üçün 3-də 16-nı 18-də 1-ə bölmək lazımdır və yaxud da onun tərsinə vurmaq lazımdır. Bunlar ixtisar gedir 6. X-in qiyməti olur 16 vur 6, 96. 14-cü sual. Oturacağı M-in olan bərabəryanlı MK-in üçbucağında M və N bucaqlarının tənbölənləri O nöqtəsində kəsişir. Bucaq KM-in 58 olarsa, bucaq MON-i tapın. Şəkli təsvir elədik. Əgər bucaq KMN-in dərəcə ölçüsü 58 olarsa və bu xəttdə tənböləndirsə, onda bu bucaqların qiyməti olacaq 58-in yarısı 29.
Bunlar oldu 29. Bu üç bucaq bərabər yanlı olduğuna görə bu bucaqların qiyməti olacaq 29. Bu bucağın qiymətini tapmaq üçün isə 180-dən 29 vurulsun 2-ni çıxmaq lazımdır. Yəni 180 çıxılsın 58, doğru cavab olur 122. 15-ci sual. 40% ucuzlaşdıqdan sonra soyuducunun qiyməti 480 manat oldu. Soyuducunun əvvəlki qiymətini tapın. Soyuducunun əvvəlki qiyməti 100% idi. 40% ucuzlaşandan sonra 60% qalır. 60% 480-ə bərabərdirsə, 100% x-ə bərabər olar. Bunları ixtisar edək. Burada qalır 8. X-in qiyməti olur 800. 16-cı sual. Tərəflərinin uzunluqları natural ədədlər olan üçbucağın bir bucağı digər iki bucağının cəminə bərabərdir. Bu üçbucağın iki tərəfi 8 və 15 olarsa, onun perimetrini tapın. Şəkli çəkdim və bucaqları qeyd elədim. İndi bu bucaqların cəmini 180-ə bərabər eləyək. 2 vurulsun A üstəgəl B bərabərdir 180. Onda A üstəgəl B olacaq 90. Deməli, bu üçbucaq düzbucaqlı üçbucaq olur. Şərtdə tərəflərinin uzunluqlarının natural ədədlər olduğu deyilir. Deməli, ya 8 ilə 15-in kvadratları cəmini tapacağıq, ya da kvadratları fərqini. X kvadratı bərabərdir 15-in kvadratı çıxılsın 8-in kvadratı. X kvadratı bərabər olur 161. 161 kök altından çıxa bilməz. Deməli, kvadratların cəmini hesablamaq lazımdır. X kvadratı bərabərdir 225 üstəgəl 64. X kvadratı bərabər olur 289-a. X-in qiyməti olur 17. İndi isə bu üçbucağın perimetrini tapaq. P bərabərdir 8 üstəgəl 15 üstəgəl 17. Doğru cavab olur 40. 17-ci sual. Bu bərabərliyə əsasən kəsirin qiymətini tapmaq tələb olunur. İlk öncə bunu sadələşdirək. 2A üstəgəl B bərabərdir 5A üstəgəl 10B-yə. 3A bərabərdir mənfi 9B-yə. A bərabər olur mənfi 3B-yə. Daha sonra bu əvəzləməni burada yerinə qoyub yazaq. Mənfi 3B üstəgəl 9B bölünsün 2B bərabərdir 6B bölünsün 2B. Doğru cavab olur 3. 18-ci sual. Təmböləni 15 kökdə 3 olan düzgün üçbucağın perimetrini tapın. Düzgün üçbucağın təmböləni tapılma düsturu A kök altında 3 bölünsün 2-dir. Bu bərabər olur 15 kök altında 3-ə. Buradan A-nın qiyməti olur 30. İndi bu üçbucağın perimetrini tapaq. 3A, 3 vurulsun 30, 90. 19-cu sual. Düzbucaqlının perimetri 70, eni isə uzunluğundan 15 cm kiçikdir. Düzbucaqlının eni uzunluğunun neçə faizini təşkil edir? Eni olsun x, uzunluğu olsun x üstəgəl 15. Bunları toplayıb 2-yə vuranda perimetrin qiyməti alınır. Deməli, 2x üstəgəl 15 ifadəsinin qiyməti olacaq 35, 2x-in qiyməti olacaq 20, x-in qiyməti olacaq 10. Deməli, düzbucaqlının eni olur 10, uzunluğu isə 10 üstəgəl 15, 25. Düzbucaqlının eni uzunluğunun neçə faizini təşkil edir? 10 bölünsün 25, vurulsun 100. Doğru cavab 40%. 20-ci sual. 2 ədədin cəmi 50-dir. Birinci ədədin 15% ilə ikincisinin 8%-nin fərqi 2,9 olarsa, bu ədədlərin hasilini tapın. Birinci ədəd olsun A, ikinci ədəd olsun B. Bunların cəmi olur 50. Birinci ədədin 15% olacaq 0,15A. İkincinin 8%-nin fərqi. İkincinin 8% olur %8B. Bunların fərqi bərabər olur 2,9-a. İkinci tənliyin hər tərəfini 100-ə vuraq. 15A çıxılsın 8B bərabərdir 290. Yuxarıdakı tənliyin hər tərəfini 8-ə vuraq. 8A üstəgəl 8B bərabərdir 400-ə. İndi isə tərəf-tərəfə toplayaq. Bunlar islah olur.
15A üstəgəl 8A 23A bərabərdir 690-a. A-nın qiyməti olur 30. B-nin qiyməti isə 50 çıxılsın 30, 20-yə bərabər olur. Bizdən bu ədədlərin hasilini soruşur. 20 vurulsun 30, hasili olur 600. 21-ci sual. ABC üçbucağında bucaq AOC 100 dərəcədir. Beta 8-də 1 alfaya bərabər olarsa, bucaq ABC-ni tapın. İlk öncə AOC üçbucağına əsasən alfanın qiymətini tapaq. 2 alfa üstəgəl 100 bərabərdir 180. 2 alfa bərabərdir 80-ə, alfanın qiyməti olur 40. Bura oldu 40, burada oldu 40. Beta isə 8-də 1 alfaya bərabərdir. Yəni 8-də 1 vurulsun 40-a bərabər olur. 5, 5. İndi isə bucaq B-nin qiymətini tapaq. Bucaq A-nın qiyməti oldu 45, bucaq C-nin qiyməti oldu 45. 90 üstəgəl ABC bucaq B bərabərdir 180-ə. Bucaq B-nin qiyməti olur 90. 22-ci sual. A ədədi B-nin 70%, B ədədi C-nin 40% olarsa, A ədədi C-nin neçə faizi olar? A bərabərdir 0,7 B-yə. B bərabərdir 0,4 C-yə. Onda A bərabər olur 0,7 vurulsun B, yəni 0,4 C. 0,28 C. Deməli, A ədədi C-nin 28% olur. 23-cü sual. CBD xarici bucaq. Bucaq A üstəgəl bucaq C üstəgəl bucaq CBD 260 olarsa, CBA-nın dərəcə ölçüsünü tapın. CBD bucağı xarici bucaqdır və ona qonşu olmayan iki daxili bucağın cəminə bərabər olur. Yəni, bucaq A üstəgəl bucaq C-nin yerinə birbaşa bucaq CBD yazmaq olar. Vurulsun 2 bərabər olur 260 dərəcəyə. Bucaq CBD olur 130 dərəcə. Əgər bura 130 dərəcədirsə, onda CBA bucağın dərəcə ölçüsü olacaq 50. 24-cü sual. Nisbətə əsasən A bölünsün B-ni tapın. 5-ə bölürük, burada qalır 3. 4-ə bölürük, burada qalır 2. Deməli, A bölünsün B 3 bölü 2-yə bərabər olacaq. 25-ci sual. Hər bölgüyə eyni vaxt sərf etməklə taxta parçasını 4 hissəyə ayırmaq üçün 7 dəqiqə vaxt lazımdır. Bu taxta parçasını 10 hissəyə ayırmaq üçün neçə dəqiqə lazımdır? Əgər biz taxta parçasını 4 hissəyə ayırmaq istəyiriksə, deməli, bunu 3 dəfə kəsmək lazımdır. Bunu təsvir eləyək. Taxta parçasıdır. 3 yerdən kəsəndə 4 hissəyə ayrılmış olur. 3 kəsik üçün 7 dəqiqə vaxt gedirsə, 10 hissəyə ayırmaq üçün 9 dəfə kəsmək lazımdır. 9 kəsiyə x. X-in qiyməti olur 21. Deməli, 21 dəqiqə vaxt sərf etməklə 9 dəfə kəsik atıb 10 hissəyə bölmək olar. 26-cı sual. Perimetri 45 olan üçbucağın medianı onun perimetrləri 32 və 27 olan iki üçbucağa ayırır. Bu medianın uzunluğunu tapın. Şəkli təsvir elədik. Bu düz xətt üçbucağın medianıdır. Ona görə də buranı S ilə işarə elədim. İndi isə bərabərlikləri yazaq. Böyük üçbucağın perimetri 45-dir. A üstəgəl B üstəgəl 2C bərabər olur 45-ə. İndi isə kiçik üçbucaqların perimetrini yazaq. A üstəgəl D üstəgəl C bərabərdir 32. İkinci üçbucaq üçün B üstəgəl C üstəgəl D olur 27. Aşağıdakı iki tənliyi tərəf-tərəfə toplayaq. A üstəgəl B üstəgəl 2C üstəgəl 2D bərabərdir 59-a. Daha sonra tapdığımız bu bərabərlikdən bu bərabərliyi çıxaq. AB, AB islah olur, 2C-lər islah olur, yerdə qalır 2D. 2D bərabərdir 59 çıxılsın 45, yəni 14. D-nin qiyməti olur 7. Bizdən medianın uzunluğunu soruşurdu. Biz də medianı D ilə işarə etmişdik. Deməli, doğru cavab olur 7.
27-ci sual. Tərəfləri ABC olan üçbucaq üçün uyğunluğu müəyyən edin. Birinciyə baxaq. Kiçik tərəflərin kvadratları cəmini tapaq. 6-nın kvadratı 36, üstəgəl 6-nın kvadratı 36, 6 kökdə 2-nin kvadratı olur 36 vur 2, 72. Bu bir-birinə bərabər oldu. Əgər 2 dənə tərəfin kvadratları cəmi 3-cü tərəfin kvadratına bərabərdirsə, deməli bu düzbucaqlı üçbucaq olur ki, Pifaqoru ödəyir. Onda birinciyə uyğun gəlir düzbucaqlı üçbucaq. C variantı. Digər tərəfdən 2 dənə tərəfi bir-birinə bərabər olduğuna görə bu həm də bərabəryanlı üçbucaq olur. Deməli, birinciyə gedir A, C variantları. İndi ikinciyə baxaq. 5-in kvadratı 25, 10-un kvadratı 100, 11-in kvadratı 121. İki tərəfin kvadratları cəmi 3-cü tərəfin kvadratından böyük olduğuna görə bu üçbucaq iti bucaqlı üçbucaq olur. Digər tərəfdən bu üçbucağın perimetri də 26-ya bərabərdir. Deməli, ikinciyə D və Y variantı uyğun gəlir. Üçüncüyə baxaq. 4-ün kvadratı 16, üstəgəl 2 kökdə 3-ün kvadratı 12. 6-nın kvadratı 36. İki tərəfin kvadratları cəmi 3-cü tərəfin kvadratından kiçik olduğuna görə bu üçbucaq körbucaqlı üçbucaq olur. 3-ə gedir B variantı. İndi isə situasiya çalışmasına baxaq. Məktəb kitabxanasına yeni gətirilən 350 kitabın 60% ana dili və riyaziyyat dərslikləridir. Riyaziyyat dərsliklərinin sayı ana dili dərsliklərinin 40% ilədərdir. Ana dili dərsliklərinin 3/2 hissəsi, riyaziyyat dərsliklərinin 70% buraxılış siniflərinə aiddir. 28-ci sual. Kitabxanaya neçə dərslik gətirilmişdir? Kitabxanaya ümumilikdə 350 kitab gətirilib və onun 60% dərsliklərdir. Deməli, 350-nin 60%-ni tapmaq lazımdır. Kitabxanaya 210 dənə dərslik gətirilib. 29-cu sual. Hər fəndən ayrılıqda neçə dərslik gətirilib? Riyaziyyat dərsliklərinin sayı ana dili dərsliklərinin 40% qədərdir. Ana dili dərsliklərinin sayını A ilə işarə eləsək, riyaziyyat dərsliklərinin sayı olacaq 0,4A. Və bunların cəmi 210-a bərabər olur. 1,4A bərabərdir 210-a. A-nın qiyməti olur 150. Deməli, 150 dənə ana dili, 150 vurulsun 0,4, 60 dənə də riyaziyyat dərsliyi gətirilib. 30-cu sual. Gətirilən dərsliklərdən neçəsi buraxılış siniflərinə aid deyil? Ana dili dərsliklərinin 3/2 hissəsi, riyaziyyatın isə 70% buraxılış siniflərinə aiddir. Ana dilindən 150 kitab var idi. Onun 3/2 hissəsi buraxılışa aiddirsə, deməli 3/1 hissəsi aid deyil. Ana dili dərsliklərindən cəmi 50 dənəsi buraxılışa aid deyil. Riyaziyyatın isə 70% aid idi, 30% aid deyil. Riyaziyyatda da 60 dərslik var idi, onun 30% daxil deyil. Deməli, 18 dənə də riyaziyyat kitabı buraxılışa aid deyil. Ümumilikdə 50 + 18, 68 dənə kitab buraxılış siniflərinə aid deyil.